Putin kölgəsindən qorxan bir adamdır. Yəni bəziləri onu nə bilim qorxmaz, nə bilim belə e, çox belə bacarıqlı bir adam Cəsarətli. kimi göstərir. Bəli. Mən sizə deyim ki, onun kimi qorxaq varsa, ikinci bir qorxaq varsa, onun da soyadı Putin, adı da Vladimir'dir. Ötən günlərdə yəqin ki, siz diqqət yetirdiniz ki, rejissorlardan biri bunun üzünə dedi ki, yəni sizin yaratdığınız bu qorxunc mühitdə insanlar həqiqəti dilə gətirməyə çəkinirlər. Bu da gözlərim belə bərəltdi, baxır, görürsən bu nə deyir? O məşhur general var idi, Vladimir Çirkin, bunların sabit quru qoşunları komandanı. Deməli, bir həftədir nə ölüsündən, nə dirisindən xəbəri yoxdur. Bunlar ancaq belə şeyləri bacarırlar. Həqiqəti deyən adamı ya zəhərləyirlər, ya həqiqəti deyən adamı ya öldürürlər, ya da şərləyib tuturlar. Əgər bunun gücü gücsüz Axırcakovaya, nə bilim Alla Pugaçovaya, nə bilim kimlərə çatırsa, bu və ya digər formada. Axırcakova yenə də yazıq, o arıq cüllüt canı ilə birtəhər vəziyyətdən qurtuldu, tutub həbsxanaya basmadılar, amma digərlərini bunlar şərləyib tutmağa ustadırlar və məhv eləməyi bacarırlar. Bəli. Agentləri bu həmişə müdafiə edəcək, çünki özü vaxtında agent olub. Yəni bu Bəli. o məktəbi, o mətbəxi çox gözəl bilir. Putinin ətrafında olanların 99,99% öz ağlında, öz əxlaqında olan adamlardır, Sevinç xanım. Bəli. Yəni bu vaxtında KGB yəni məktəbini keçib, KGB-dən nəfəs alır və bu gün də yəni onun imzaladığı 3 sənəddən 4-ü mən hətta belə bu formada deyirəm də, biraz da belə ironiya ilə ki, yəni öz yaxın çevrəsini müdafiə etmək məqsədi ilə. Siz deyirsiniz ki, niyə məhz indiki məqamda, yəni bu sənəd ortaya, bəli, ərsəyə gəldi? Bu adam yenə bunun xilası yalnız öz etibar elədiyi, öz ümid bəslədiyi adamlaradır. Yəni onun artıq yaxın çevrəsində bir vaxtlar bir yerdə çalışdığı, bir yerdə nə bilim fəaliyyət göstərdiyi adamlara da bu etibar eləmir. Bu Bortnikovdur, Xarici Kəşfiyyat İdarəsi, bu Patruşevdir, Narışkindir. Bu bunun Leningrad cığanlarıdır. Yəni vaxtı ikən bu bir yerdə böyüyüblər, bir yerdə oğurluğa gediblər, bir yerdə nə bilim müxtəlif hoqqalardan çıxıblar. Bugün onların biri də, yəni düz deyir, vəzifədədirlər, amma onlar biri də ona yaxın, belə deyir, düşmür. Çünki bir vaxtlar ən yaxın saydığı adam Şaygu hətta bu günləri yəni gözə görünmür. Lavrov, Kelenteryan, yəni bunun bir nömrəli agenti olan Sergey Vıxtoroviç hətta görünmür. Hara vıxtır eləyib onu bugünə qədər hələ bilinmir. Yəni ancaq səsi gəlir, hərdən səsi gəlir. Ancaq axşamlar bu danışır. Putin hardasa bunkerdə dərin belə deyək də fikirlərə gedəndə bunun bəzi çıxışlarını verirlər. Amma son vaxtlar mən bir dəfə də olsun, yəni belə geniş tədbirdə bir yerdə görməmişim. Bu sənəd, yəni faktiki olaraq bunun hələ də, baxın, ötən günlərdə utanıb ölmürlər, Peskovu da, Putin özü də, Sevinç xanım. Bunlar ötən aylarda, hələ ötən illərdə deyirdilər ki, biz SSR-ni bərpa etmək haqqında düşünürük. Biz də efirlərdə dəfələrlə bu haqda danışırdıq ki, bunun başına hava gəlir. Bu hansı SSR-ni bərpa eləyəcək? Bu bilmir ki, SSR-nin tərkibində 15 respublikanın deməli bu günləri neçəsi NATO üzvüdür, neçəsi belə deyək, Ukraynanın günündədir, yəni Rusiya ilə münasibətdə bu söhbət Moldovadan, söhbət Gürcüstandan gedir, baxmayaraq ki, Bıdzina, İvanaşvili və digərlərinin müxtəlif hərəkətləri var, amma bu deyir, biz heç vaxt SSR-nin bərpası haqqında danışmamışıq. Sevinç xanım, mən üzr istəyirəm tamaşaçılardan və sizdən, adamın ayağının altından yer qaçır ki, bunlar dünən dediklərini hətta bu günləri danırlar. Bunlar deyirdilər ki, SSR boydana bir məkanı dağıdırlar.